Bismillahirrahmanirrahim. Xoş gördük hər birinizi. Qəlb söhbətləri adlı əxlaqi bəhslərimizin növbəti çəkilişinə davam edirik, başlayırıq. İnşallah bu mövzumuzda keçən mövzularımızın davamı olaraq yenə də bir neçə mətləbi yadınıza salacağıq, xatırladacağıq ki, bu yolda mühümdür ki, insan keçən bəhslərin müqəddiməsi olaraq o 4 kəlmə ilə Həzrəti Loğman öz oğluna vəsiyyət elədi. Və bunlar hamısı insanın ilahi dərgahda ucalması üçün, ilahi seyirdə müvəffəq olması üçün mühüm şərtlərdən idi. Və bu mövzuların davamı olaraq istəyirik ki, bir neçə müqəddimə quraq və bu müqəddimələr əsasında söhbətimizi davam etdirək. Birinci müqəddiməmiz budur ki, insan əgər fəzilətlərə yetişmək istəyirsə və əgər rəzilətlərdən qurtulmaq istəyirsə, əvvəlcə insan özünü tanımalıdır. Əgər insan həyatında bu baş verməsə, iş uğurlu olmayacaq. Lakin bu iş baş verə bilsəysə, ki bu iş çox mühüm işlərdəndir, insan yüksələ biləcək, ali dəyərlərə sahib ola biləcək. Çünki həqiqətən də insan günaha getdiyi zaman, insan nalayiq, özünə yaraşmayan, insana yaraşmayan hansısa bir əməli icra etdiyi zaman o anlamalıdır ki, bu iş ona layiq deyil. Bu iş ona yaraşan iş deyil. Lakin fəzilətli bir işi gördüyü zaman, bəyənilən bir əməli etdiyi zaman isə anlamalıdır ki, bu hələ onun üçündür. Allah elə bunu istəyib insandan ki, o fəzilətli işlər görsün, fəzilətli bir insana çevrilsin. Və insanın özünü tanıması burada mühüm olur ki, insan üçün, insan anlayır ki, bəli, mən bu əməlləri icra eləməklə süqut eləyəcəyəm. Çünki Allah həm Qur'an-ı Kərimində, həmçinin də peyğəmbərlərinin vasitəsilə bizlərə çatdırıb ki, insan çox ali bir varlıqdır. Və o yaradılmışların ən fəzilətlisidir, ən dəyərlisidir. Quranda bir ayə var, وَلَقَدْ كَرَّمْنَا بَنِي Adəm. Biz Adəm övladını kəramətli yaratdıq. O böyük bir mərtəbəyə ucala bilər, lakin nəfs onun ora qalxmasına mane olur. Onun üçün də əxlaq bəhsləri xüsusən nəfsimizi saflaşdırmaq üçün mühüm rol oynayır. Quranda bir qəribə ayə var. Həmçində bu nəfsin ki, dərəcələri var, mərtəbələri var. Biz inşallah onlar barəsində də danışacağıq gələcək bəhslərimizdə. Bu da həmin o nəfsin bir mərtəbəsinə aid olan ayədir. Allah Quranda buyurur ki, Fəcr surəsindəki Ya əyyətuhən nəfsul mutmainnə irci'i ilə rabbik. Buyurur ki, ey arxayın olan nəfs, irci'i ilə rabbik. Rəbbinə dön, Rəbbinə qayıt. Yəni o adam ki, rəzilətləri qəlbindən çıxarıb, özünü paklayıb, fəzilətə yetişib, gəl, qayıt Rəbbinə tərəf. Özdə elə bir istiqamətə ki, o ən dəyərli bir istiqamətdir. Allaha tərəf seyirdir. Və insan nə deyir? Bu seyirdə ilahi dərgaha ucala bilir. Və Allah dostları da belə olublar. Biz Əhl-i Beyt imamlarımıza baxdığımız zaman, Allah Rasulunun özünə baxdığımız zaman görürük ki, onlar həqiqətən də bu cür ucalıblar. Allaha gedən yolda əzəmət tapıblar. Allahın insanı yaratmasının məqsədi bu idi ki, biz insanlar Allaha tərəf seyr eləyək. Özdə necə bir seyir. Və bu yolda insanın
özünün potensialını bilməsi, özünün dəyərini anlaması mühümdür. Çünki o zaman insan özünə layiq olduğu dəyəri verəcək. Və o dəyəri verəcək ki, həqiqətən də mən dəyərli bir varlığam. Allah məni dəyərli bir varlıq kimi yaradıb və mən ora ucala bilərəm. Quranda Kəhf surəsində 110-cu ayətində Allah belə buyurur. فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ أَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Buyurur ki, ayədə kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın, ora heç nəyi bulaşdırmasın. Bəli, bu mühümdür. İnsan etdiyi əməllərində, icra elədiyi işlərində, xüsusən o işlər ki, insanı ucaldacaq, insanı Allaha yaxınlaşdıracaq əməllərdir. Bu əməllərdə heç nəyi qarışdırmasın, bulaşdırmasın o əməllərinə. Sırf ixlasla Allaha xatir bu işi görsün. Və bu zaman həqiqətən də insan ucalır, uca bir mərtəbəyə yüksələ bilir. Hətta biz Kərbəla hərəkatında, Kərbəla məktəbində baxdığımız zaman Aşura gecəsi Hz. İmam Hüseyin əleyhissalamın ətrafında olan insanlara baxdığımız zaman görərik ki, bəli, o insanlar da qəlblərin paçlayıb tam ixlasla oraya yığışan insanlar idi. Oraya qədər nə qədər insanlar var idisə ki, onların qəlblərində başqa bir niyyət var idi. Nəsə başqa bir bulaşıqlıq əmələ gəlmişdi. Onları İmam Hüseyin əleyhissalam yavaş-yavaş əliyə bildi və salihləri, ixlasları öz yanında saxladı. Onun üçün də buyururlar ki, insan bu yolda addımlamaq üçün özünün dəyərini anlamalıdır, qəlbini paçlaşdırmalıdır və bu insan ki, özünün dəyərini anladı, ondan sonra özünə layiq olmayan işlərdən uzaqlaşacaq və etdiyi əməllərində də həmçinin nədir? Ora bir qarışıqlıq salmayacaq. Həzrəti Əlidən, İmam Sadiq əleyhissalamdan, imamlarımızdan gələn hədislərə baxdığımız zaman buna çox işarə olunur. Bir hədis də var, bu Əhl-i Beyt imamlarından gələn bir hədisdir. Buyurur ki, Əl-mu'minu a'zamu hurmətən minəl-Kəbə. Buyurur ki, müminin nədir? Ucalığı, hörməti Kəbədən üstündür. Yəni, həqiqətən də bir Allahın beyti, Kəbə, müqəddəs məkan, Allahın evi olan və bu cür əzəmətli olan bir Kəbə, buyururlar ki, mömin elə bir həddə çatır ki, onun hörməti Kəbədən də üstün olur. Çünki onlar bu adamlardılar ki, onlar ilahi seyrə çıxıblar və maniyələri qıra biliblər. Bu insanlar ucalıblar, uca dərəcəyə yüksəliblər ki, onların hörmətini görün necə buyururlar ki, bu qədər hörmətlidir. Amma o insanlardan söhbət gedir ki, həqiqətən də onların qəlbində Allah var. Onların yaşayışlarında Allah var. Hər hərəkətləri, hər əməlləri, hər bir düşüncələri ona istiqamətlənib ki, Allah razı olsun. Allahın rızayəti nədir? Olsun bu işdə. Onun üçün də mühümdür insan işlərində, gördüyü əməllərində Allahın rızayətini qoruyub saxlaya bilsin. Və söhbətimizi də, bugünkü söhbətimizi də yavaş-yavaş sona çatdırası olsaq, bu birinci müqəddiməmizdə biz bunu anladıq ki, insan gərək birinci öz ucalığını, öz dəyərini, özünü anlaya bilsin, başa düşə bilsin. Çünki insan iki mühüm ünsürdən, qəlbdən, ruhdan və cisimdən təşkil olunmuş bir varlıqdır və o insanın ruhu təmizlənməlidir, paçlanmalıdır və bu paçlıq əldə etmək üçün də mühüm olan məsələ budur ki, insan anlamalıdır ki, mən hansı dərəcəyə yüksələ bilərəm və onun üçün də bu mühümdür. Onun üçün də söhbətimizi yavaş-yavaş yekunlaşdıraq inşallah və bunu anlayaq ki, həqiqətən də biz
böyük bir dərəcəyə Allahın izni ilə yüksələ bilərik. Bunun üçün də Allahdan bu yola müvəffəqiyyət istəyirik və Allahdan istəyirik ki, həqiqətən də biz qəlbimizi paçlayaq, nəfsimizi paçlaşdıraq və ilahi seyirdə müvəffəq olan insanlardan olaq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh.